Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan bir sıra dərmanlar estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadə olunur. Bu da insan orqanizmi üçün olduqca təhlükəlidir. Həmin preparatların sosial şəbəkələrdə, gözəllik salonlarında, hətta ev şəraitində belə resepsiz satıldığı iddia edilir. Araşdırmalara görə bu dərmanlar Almaniyada 1000-1600 manat, Azərbaycanda isə 3000 manata qədər təklif olunur. Bu cür həblər kosmetoloqlar, influencerlər tərəfindən də reklam olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanlar yalnız həkim tərəfindən yazılmalıdır. Əks halda istifadəçilərdə yan təsirlərə, hətta ciddi fəsadlara yol aça bilər. Onlara veriləcək yan təsirlər nədir? Mədə-bağırsaq sistemindən qaynaqlı yan təsirlər ola bilər. Bulantı, qusma, ishal, mədə-alt vəzinin iltihabı durumları ola bilər. Bəzən ola bilər, hətta böyrək üzərinə ciddi təsirlər ola bilər, qaraciyər üzərinə ciddi təsirlər ola bilər. Bəzən şəkər həddindən artıq aşağı salıb ciddi komaya qədər gətirib çıxarda bilər. Ona görə də mütləq şəkildə həkim tərəfindən müayinə olunmalıdır, lazım olan analizlər istənilməlidir. Ondan sonra bu dərman preparatları təyin olunmalıdır.